Hə, köhnələr. İki kəlmə paxlavadan danışmaq istəyirəm. Amma doğrudan da paxlavadan ha. Paxlavanın bişirmə adət-ənənəsi bizim ailəmizdə çox zəngin idi. Yəni ki, o vaxtı rəhmətliklər, Allah sizinkilərə də rəhmət eləsin. Mənim nənəm, mənim anam bir dənə paxlava bişirirdilər, Bakı paxlavası ki, heç indiki elə paxlavanı axtarmağa değməz. Yəni mənim yadımdadır ki, bizim paxlavamız hündür olardı. Ancaq badamdan olardı. Üstündə də ki, belə püstələri düzərdilər. Dadı da ki, aləmin aləmi də. Çox yerdə Bakıda gezdim, axtardım. Yəni o keyfiyyəti, açığı tapmadım. Amma mən sizə deyim də, bir dənə yerdən mənə hədiyyə göndərdilər. Mən o paxlavanın dadına baxdım. Düzdür, ondan döyür. Yəni ki, mən gördüyümdən, o köhnədən. Amma ki, indiki bax, belə bütün bu paxlava satan dükanlar var ha. Onlarla müqayisə eləsək, yəni keyfiyyəti əladır. Mən sizə dediyim, bax, bu paxlavadır. Baxın buna, baxın, baxın. Görürsünüz? Bu paxlava aləm paxlavadır. Yəni dadına söz yoxdur. Yəni yenə deyirəm ha, ondan döyür. Yəni ki, o hansı ki mən sizə deyirəm ki, o vaxt olub ha. Yəni bizimkilər bişirənlər. Amma yəni dadına, tamına söz ola bilməz. Yəni çox yerləri var, belə nəzərə alsaq, bütün bu, nə bilim, şirniyyat dükanlarını, qənnat dükanlarını, yəni bu paxlava, yəni onlara baxanda bu dəqiqə mən deyərdim ki, ən şık paxlavadır. Baxın, görürsünüz, üstündə də Şah İsmail Xətainin bax belə bir şəkili var. Yəni hədiyyə içindəki fantastik bir şeydir. Gəlin indi sizə deyim ki, hardan o paxlavanı əldə etmək olar. Sən demə, Bakıda belə bir restoran var. Adı Şahdır. Yerləşdiyi ünvanı mən həmən bu videonun, yəni yuxarı hissəsində yazacağam. Deyilənə görə həmən restoranda, yəni yeməklər də aləm bir vəziyyətdədir. Ora gəlib gedən adamlar da ancaq, yəni çox belə yüksək səviyyəli, vəzifəli bir şəxslərdir. Xarici ölkələrin səfirləri, xarici ölkələrin dəyərli turistləri, yəni elə bir restorandır ki, ora heç hər adamı içəri də buraxmırlar. Onu da sizə deyim. Ünvanı mən yazacağam. Xahiş edirəm, yəni Şirvanşahla səhv salmayın ha. Yəni bu restoranın adı Şahdır və həmən o restoranda bu paxlava bişirilir və satılır. Mən bildiyimə qədər dükanlarda bunu tapmaq mümkün deyil, bu paxlavanı. Yenə deyirəm, Şirvanşahla səhv salmayın. Çünki Şirvanşah restoranı şəxsən mənim, yəni şəxsi fikrimə görə keyfiyyət barəsində bir, nə bilim, çox aşağıdır. Aşağıdan aşağı. Bu isə restoran adı Şahdır, Şah. Göstərəcəm ünvanı hardadır. Yəni istəsəniz bundan əldə eləməyə onlarla əlaqə saxlayın. Da necə əlaqə saxlayacaqsınız bilmirəm açığı. Yenə də minnətdaram o bir insana, kim ki mənə bunu hədiyyə verdi. Mən bunun dadına baxdım. İndi ən aşağısı özüm bildim ki, yaxşı, önəmli qonaqlar gələndə həm hədiyyəlik, həm qabaqlarına qoymağa hardan bu paxlavanı əldə edim. Bu qədər qəlbdən qəlbə.